Salam əziz şagirdlər, 30 noyabr tarixli sınavımızın suallarının izahlarına baxırıq. Xatırladım ki, ödənişsiz WhatsApp qrupunda hər həftənin bazar günü ödənişsiz sınaqlarımız paylaşılır və siz də bu sınaqlardan istifadə edərək öz imtahan nəticənizi daha da təkmilləşdirə bilərsiniz. Və eyni zamanda fəaliyyətimizi müsbət qiymətləndirirsinizsə, bizim həm qrupumuzu, həm də sosial şəbəkələrdə paylaşdıqlarımızı öz ətrafınızda paylaşa bilərsiniz. Hər kəsə uğurlar arzu edirəm. Başlayaq birinci sualımızda. Birinci sualımızda kök altı ifadə verib və deyir ki, hesablayın. Kök altda biz görürük ki, ortaq vuruq var burada. Hansıdır ortaq vuruq? 1 tam %44. 1 tam %44'ü mötərizə xaricinə çıxardırıq. Mötərizə içində qalır. Mötərizə içində qalır. 1 tam %9 çıxılsın 0 tam %84. Bərabərdir. Kök altda 1 tam %44 vurulsun. 1 tam %9'dan 0 tam %84 çıxanda qalır 0 tam %25. Biz bunları ayrı köklər şəklində yaza bilərik. Hasili ayrı köklər şəklində yazma olur. 1 tam %44 vurulsun kök altda 0 tam %25 şəklində yaza bilərik. Bərabərdir. Demək 1 tam %44'dən çıxır 1 tam onda 2 vurulsun 0 tam %25'dən 0 onda 5 çıxır. Hasil edir 0 tam onda 6. Cavab olacaq D variantı. İkinci sualımızda bir hədlinin əmsalı ilə qüvvətinin hasilini tapın. Əvvəlcə bir hədlini qüvvətə yüksəldək. Deməli, ifadələrin hər birini qüvvətə yüksəltmək lazımdır. Olacaq 3-də 2-nin kubu, yəni 27-də 8. A-nın kubu B üstü 6 olacaq. Üstün üstü olanda vurulur. Deməli, qüvvətimiz olacaq 27-də 8. Vurulsun, daha doğrusu əmsalımız 27'də 8 olacaq. Qüvvətimiz olacaq neçə? 3 və 6'nın cəmi, yəni 9. Bərabərdir. İxtisar gedir 1 və 3 qalır. Cavab olacaq 3'də 8. Yəni 2 tam 3'də 2. Bu da olacaq D variantı. Üçüncü sualda mənfi 4'də 1 ədədinin kəsr hissəsini faiz ilə ifadə edin. Mənfi 4'də 1'in mənfi 4'də 1 ədədinin kəsr hissəsini. Olacaq, kəsr hissəsini tapmaq üçün biz 1'dən, yəni soldakı yerləşən tam ədəddən mənfi 1'dən çıxırıq. Daha doğrusu 1'dən çıxaq mənfi 4'də 1'i qalacaq 0 tam %75. Yəni bu nə deməkdir? Kəsr hissəsi 0 tam %75'ə bərabərdir. 0 tam %75 neçə deməkdir? 75% deməkdir. Bu da olacaq D variantı. Dördüncü sualda demək hesablayın deyir. Biz əvvəlcə birinci kəsri olduğu kimi yazaq. 0 tam %32, 0 tam 1000'də 16 vurulsun. İkinci kəsrimizi isə tərsinə çevirəcək. Çünki üstü mənfi 1'dir. Olacaq 0 tam %2, surətdə də olacaq 0 tam onda 4. Bərabərdir. Hər iki tərəfi əvvəlcə kəsrdən azad edək. Bunun üçün neyini? Surət və məxrəci 1000'ə vuraq. Aşağıda olacaq 320, yuxarıda olacaq 16. Vurulsun. Aşağıda olacaq 2, yuxarıda olacaq 40. Deməli, ixtisarlarımızı aparsaq 1, 4 dəfə. 4'dən 16 gedir, 4 qalır, 1 qalır, 2 ilə 4 gedir, 2 qalır, 1 qalır. Cavab olacaq 2. Yəni D variantı. 5-ci sualda şəkildəki diaqramda bir işçinin illərə görə aldığı maaş göstərilmişdir. Bu işçinin maaşı sırayla 2009 və 2010-cu illərdə bir əvvəlki ilə görə hansı nisbətdə artmışdır? Deyək ki, 2009'a baxaq. 2009'dan əvvəl neçə olub? 20. Nə qədər artıb? 25'dən çıxaq 20. Yəni 5 artıb. Demək, əvvəl nə qədər olub? 2008'də nə qədər olub? 20. Biz bu nisbəti tapmaq üçün 5'i bölək 20'yə. Cavab olacaq 4'də 1. Daha sonra 2009'dan 2010'a nə qədər artıb? 30'dan çıxaq 25'i. Yenə 5 artıb. Amma 5'i bölürük nəyə? Əvvəlki il nə qədər olub? 25. Bu da cavab olacaq 5'də 1. Yəni cavab olacaq 4'də 1 və 5'də 1 A variantı. 6-cı sualda uyğun tərəfləri perpendikular olan bucaqlardan biri digərindən 5 dəfə böyükdür. Bu bucaqların fərqini tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bərabərdir, ya da cəmi 180 dərəcədir.
Əgər biri digərindən 5 dəfə böyükdür deyirsə, onda biri x-dır, biri 5x-dir. Bunlar təbii ki, bərabər ola bilməz. Cəmi 180 dərəcə deyə bilərik. Olacaq 6x bərabərdir 180-ə, x bərabərdir 30 olacaq. Bu bucaqların fərqini tapın deyir. Deməli, bucaqlarımızdan biri olacaq x, yəni bərabərdir 30. Bir də olacaq 5x, yəni 5 vur 30, 150. Bunların fərqini istəyirsə 150 çıx 30 bərabər olacaq 120 dərəcə. Cavab olacaq D variantı. 7-ci suala baxaq. S nöqtəsi AB parçasının orta nöqtəsidir. S nöqtəsi AB parçasının orta nöqtəsi. AC bərabərdir 6. BD bərabərdir 4. AD'ni tapın. AD'ni tapın deyir. Aha, AD'ni. Biz AD'ni tapmasını əvvəlcə CD'ni tapmalıyıq. Deməli, AC 6-dırsa, onda belə çıxır ki, CB də 6-dır. Onda CD nəyə bərabərdir? 6 çıxılsın 4-ə, yəni 2-yə bərabərdir. Onda AD'miz olacaq 6 plus 2, cavab olacaq 8. Yəni B variantı. 8-ci sualda radiusu 18 cm olan çevrədə 9'da 4 radyanlıq qövsün uzunluğunu tapın. Radius və radian verilibsə, uzunluğu tapmaq üçün radiusu vururuq radian ölçüsünə. 9'da 4'ə cavab olacaq 8. Yəni A variantı olacaq. 9-cu suala baxaq. 9-cu sualda deyir ki, mənfi 125'də 1 üstü 2x minus 1. Biz bunu 5 üstü mənfi 3, onun da üstü 2x minus 1 kimi yaza bilərik. Daha doğrusu x minus 2 minus x kimi yaza bilərik. 2 minus x kimi yaza bilərik. Bərabərdir. 25'i yazırıq 5 üstü 2. Bunun da üstü x minus 1. Üstün üstü olanda ne inirdik? Vururduq. Yəni 5 üstü 3x minus 6 vurulanda işarələr dəyişəcək. Mənfi olduğuna görə. Bərabərdir. 5 üstü 2x minus 2. 5 üstü olduğuna görə, hər ikisi 5'in üstü olduğuna görə bunlar bərabər olacaq üstləri. Olacaq 3x minus 6 bərabərdir 2x minus 2'ye. Buradan da 3x minus 2x bərabərdir 6 minus 2. X bərabər olacaq neçəyə? 4'ə. Bizdən x'i istəyirdik, cavab olacaq D variantı. 10-cu sualda əkob 150-75 bölünsün əbob 75-25. Bunların hər ikisini ayrıca tapmalıyıq. Əslində rahat bir sualdır. Heç əkobu, əbobu tapmadan da, yəni belə deyək, yazmadan da tapa bilərik. Əkob və əbobun mahiyyətini biliriksə, əkob hər ikisinə bölünən ən kiçik ədəddir. Yəni 150 və 75'ə bölünən ən kiçik ədəd neçədir? 150 olacaq elə. Əbob 75 və 25'də isə 75 və 25'in əbobu ən böyük orta bölünən, yəni hər ikisinə bölünən ən böyük ədəd neçədir? 25 olacaq. Demək, 150'ni 25'ə böləndə neçə alınır? 6 alınır. Cavab B variantıdır. 11-ci sualda şəkildə rənglənmiş hissə aşağıdakılardan hansına uyğun gəlir? Deməli, rənglənmiş hissə hansına uyğun gələ bilər? A ilə B-nin kəsişməsindən çıxıb C-ni. A ilə B-nin kəsişməsinə elə A variantına uyğun gəlir. A ilə B-nin kəsişməsi bütöv bu hissəni verir bizə. C-yə aid olan hissəni çıxanda bizə lazım olan, yəni verilmiş hissə olacaq. Cavab 11'də A variantı. 12-ci sualda x bölü y bölü z bərabərdir 11 bölü 9 bölü 7 olarsa, biz burada x-a deyirik 11x, 11k, y-ə deyirik 9k, y bərabərdir 9k və z-ə deyirik 7k. Z bərabərdir 7k. X çıxılsın, y çıxılsın, z bölünsün x plus y istəyir. Necə olacaq? X çıx y çıx z bölünsün x plus y bərabərdir.
Burada x'in yerinə nə yazırıq? 11k yazırıq. Çıxılsın y-in yerinə nə yazırıq? 9k yazırıq. Çıxılsın z-in yerinə nə yazırıq? 7k yazırıq. Bölünsün. X'in yerinə yenə 11k. Üstəgəl y-in də yerinə 9k yazırıq. Bərabərdir. 11k'dan 9k çıxanda 2k, 2k'dan da 7k çıxanda mənfi 5k olacaq. 11k'nın üstə 9k 20k olacaq. K'larımız ixtisar gedir, qalır mənfi 4'də 1. Cavab olacaq C variantı. 13-cü sualda demək x böl 4, y böl 3 böl y, 1 böl z ifadəsinin qiymətini tapın. Biz əvvəlcə demək 13-cü sualda ilk ikisinə görə baxaq. Bu ikisində biz tənasübü həll eləsək nə alınacaq? Deməli x, y bərabərdir 3 vurulsun 4, yəni 12'ye. Daha sonra bu ikisinə görə, yəni bax bu ikisinə görə bir tənasüb qursaq, necə daha aydın olsun deyə kənardan yazaq. Yəni x bölünsün 4 bərabərdir 1 bölünsün z. Burada çarpaz vuranda xz bərabərdir 4'e alınır. Xz bərabərdir 4'e. Altına yazaq xz bərabərdir 4. Biz bu tənliyin açılışını yazaq. Tənliyin yox, daha doğrusu verilmiş ifadənin açılışını yazsaq, alınır xy plus xz bərabərdir. Xy neçədir? 12. Üstünə gələk xz neçədir? 4. Bərabər olacaq 16'ya. 14-cü sualla davam edək. 10, demək burada oldu 16. 14-cü sualda deyir ki, 4 rəqəmlər də 15'ə bölünərsə, x-in mümkün qiymətlərinin cəmini tapın. Ədəd 15'ə bölünürsə, deməli, y-imiz ya 0'dır, y-imiz ya 5'dir. Əvvəlcə 0 olan hallarına baxaq. Y-imiz 0 olsa x hansı qiymətlər ala bilər? Deməli, 4 üstə gəl 2, 6. 3'ə bölünməsi üçün 0 ola bilər, 3 ola bilər, 6 ola bilər və 9 ola bilər. Bu rəqəmlər olsa, əgər ədədimiz həm 3'ə, həm 5'ə bölünmüş olacaq. Əgər y-imiz 5 olsa, demək 7, 4, 12. 12'nin üstünə bir də baxaq. Deməli 6, 6, 5, 11. 11'in üstünə 1 gələndə, 4 gələndə və 7 gələndə nə olur? Deməli 3'ə bölünən ədədlərimiz alınır da. Bizə deyir ki, x-in mümkün qiymətlərinin cəmini tapın. Hansı qiymətlər olar? 3, yox, əvvəldən başlayaq. 1, 3, 4, 6, 7 və 9. Bu ədədlərin cəmi deməli 20, 30 olacaq. Deməli 9'un üstünə 1 gələndə 10, 6'ın üstünə 4 gələndə 10, 3'ün üstünə 7 gələndə 10, 30 eləyəcək cəmimiz. 15-ci sualda demək tənasüb verilib. Tənasübdən orta ədədlərin hasili kənar ədədlərin hasilinə bərabərdir. 0,4'də 2, 9'da 2 deməkdir. Vurulsun x bərabərdir. 2,4'də 2, 2,9'da 2 deməkdir. Vurulsun. Deməli 0,1 adi kəsir kimi 10'da 1 olacaq. Çarpaz vuraq, daha doğrusu vurmuşuq biz. İkinci kəsirimizi çevirək düzgün olmayan kəsirə. 9'da 2x bərabərdir. 9'da 20 vurulsun 10'da 1. İxtisar gedir 2 qalır. Deməli 9'da 2x bərabərdir. 9'da 2 alınır. Buradan da x bərabər olacaq nəyə? 1'ə. Bu qədər.